Qoy heç olmasa buna zəng eləyək. Bəylər Əyyubova zəng eləyəm, bəylərə. Bəylər Əyyubova zəng eləyirəm. İnanmırsınız? Nömrəni göstərərəm, baxın, indi atdılar mən. Götürməyəcəksə bir səs ataq da, allı güllü bir səs ataq. Bəylər müəllim, necəsiniz, bəylər müəllim? Görürəm, telefonu götürmürsünüz, yəqin yad nömrələri götürmürsünüz. Mən yad adam deyiləm. Heydər Əliyev vaxtında həmişə Şaxta baba siz olurdunuz və İlham Əliyevi, bu nəvələri, Heydərin balalarını oynadırdınız. Əcaba, bəylər Əyyubov, İlham Əliyev səni istəsə Şaxta baba eləyə bilərmi? O nəvələrini, nəticələrini, cəmilədən olanları oynada bilərsənmi? Ümumiyyətcə, bəylər bəy, sizin oynatmaqdan əvvəl aranız yaxşı olub Heydərin vaxtında. İndi niyə Şaxta baba paltarı geyinib oynatmırsınız? Budur, bax, deyərləmə. Bəylər Əyyubovun nömrəsidir, bir də yine biraz yalandan atmışam. Bu nömrə də budur. Sadəcə nömrəni vermirəm. Axırı neçədir? 11-15. Axırı 11-15'dir. Bilənlər bilir də çox. Budur və bunu keçirəm baba 11-15 və səslərim də budur da. Ala birinə qulaq asaq. Hə, no baba. Səs niyə çıxmır? Üzrlə hesab edeyim, mən xalq sizə eləyəcəm. Mən sizdən elə o qədər problem yox. Hə, indi inşallah. Olsam, hə, problem ola bilər. Heydər Əliyev Şaxta baba siz olurdunuz və